bütün əsr rayonların məhkəmə olur. Şəkidə şeyin məhkəməsi olur. Bu Cağalov Elçinin, Cağalov Rahimin, Şəkin məhkəməsinin sədrləri deyək də, belə çıxır. Şəki məhkəməsinin sədri, Ağır Cinayətlər Məhkəməsinin sədri Elçin Cağalov, Rahim Cağalov. Çünki məhkəmə sədri bunların, yəni sözü ilə, bunların əmrinə tabi olaraq insanlara günahsız cəza verirlər Şəkidə. Hal-hazırda bu günlərin insan içəridə günahsız bir cəza çəkir, hansısa bir cinayətkarlar, kriminal qruplaşma, amma çöldə bildiklərini eləyirlər yenə də. Demək, bir-iki gün qalaq bu tənədə Elçin Cağalovun Baysız oğlunun məhkəməsi olur. Bu da hamı bilir ki, nəyə görə məhkəmə nə olmuşdur, hansı bir cinayətə görədir, nəysə. Allah öz kömək olsun. Amma Molla Bayram da orada iştirak edir. Çünki zərər çəkmişdi Molla Bayram. Molla Bayramı məhkəmədən sonra məhkəmə uzadılır yenə də. Məhkəmədən sonra Molla Bayramı aparırlar, yeniliyə gedirlər. Və yenilikdə təzədən başlayırlar Molla Bayramı orada keçirlər ki, qardaş sən orada bunu məcbur edirlər ki, sən bəs belə. Bunu da deyən Rahim də orada bütün şeyləri Rahim keçir dərsi. İndi bilmirəm ora nədir, hansı müəssisəyə, hansı bir quruma bağlıdır Rahimin yenilikdəki otağı. Mən yenə də inşallah bütün qurumlardan xahiş edirəm ki, görək bura nədir, o otağın kabinetinin adı nədir, hansı quruma bağlıdır. Bilmirəm, bilinsin də. Nəsə, bəs Bayramı orada deyirlər ki, sən güya ki, bu şikayətdə, halbuki hamı bilirək Bayramın evinə baskın olundu, Bayram pul deyil, nə bilim. Bu da Elçinin oyunlarından biri idi, hansısa bir oyunu idi. Prosta sadəcə olaraq indi bilmirəm, alınmadı bu oyun. Nəysə, orada Bayramı deyirlər ki, sən güya bu şikayət etməyində polis sən məcburlikdir və kənddən bir neçə insanlar sən məcburlikdir, güya Bayramı məcburlikdir, vada eləyirlər, sən şikayət edə. Belə bir şeylər, gör bunlar utanmırlar, nə biləm, yerə soxun bunların oyunu mən. Orada gedib bu büyünü Qabil də orada qrupda paylaşıbdı, Qabilin bu oyunu yerə soxun. Bir. Buna indi özüm şəxsiyyətinə zəng edib, mən də sözümü deyəcəm. Orada TikTok qoydular, hansısa bir şəhid analarının adından gör, bunlar niyə əl atırlar da, baxın da, utanmır, ölmür. Sən bir neçə şəhid anası artıq, bir neçə şəhid anası bilir ki, sən hansı şərəfsizsən, sən neçə ananı, neçə balanı bu günlərim siz, ay Rahim, ay Elçin, göz yaşlı qoymuşsunuz, siz hansı şəhid statusundan, hansı qazi statusundan, hansı vicdandan, hansı Allah sevgisindən siz çıxıb danışırsınız, kimi allatmaq istəyirsiniz, xalqımı allatmaq istəyirsiniz, ay sizdən nə ələt olsun, ay sizin balalarınıza nə ələt olsun, ayıb da ölmürsünüz siz, boynunuzu yerə soxun, utanmırsınız, utanmırsınız, əlvida, bizim kəndin bələdiyyə sədri deyək də. Demək, oturur İbaslanın yerində çayxanada, qayıdır ki, bəs belə, bu Binyami tutulandan 2 gün sonra, bunlar Binyami tutulanda orada qonaqlıq, yemək içmək, nəysə, bu hamı bilir də hər şeyi, sevinirlər və şadlanırlar ki, bunlar qəhrəmanlıq edərlər. Çünki bu şeylərlə bunların qəhrəmanlıqları var həmişə, nə bilim, Allah bunların bağlarını əhlətləsin. Allah bunların bağlarını, neçə ağlar qoydularsa, 100 qədər ağlar qoysun. Hamısına deyirəm, bunların ofisinə deyirəm. Utanıb ölmürlər belə, yerə soxum şəhid anaların adından. Gör, bunlar nəyi əldə bayraq eləyirlər. Gör, neylə bunlar özlərindən fəxirlətdirmək istəyirlər. Başqa demək, bu axırıncı variantda bu. Gör, hansı variantlara əl atırlar da bunlar. Gör, neylə baş qaldırmaq istəyirlər. Ayıb olsun sizə, şəxsən deyirəm. Əlbəttə deyir ki, Nizami bir dəfə bizə gəlmədi. Bu Nizami niyə bunlara getməliydi? Bax, ay cəmaət, mən sual verirəm. Nizami bunlara niyə getməliydi? Bilmirəm, Nizaminin oğlunu döydürən bunlar, Nizaminin oğlunu tutduran bunlar. Demək ki, Elşən Nizaminin oğlu olur, ya da ki, bunların burada, yəni hamı bəlli məsələ olur da, bunu əlbəttə İbadın çayxanasında deyir və həmçinin bunu idarənin qabağında deyir bu sözü. Ki, bu Nizami gəlmədi bizə bir dəfə. Amma Nizami niyə gəlmədi? Səbəb nədir? Adama deyirlər, utanmırsınız? Ayıb olsun. Nə bilim, nə deyim, sizə bundan o yüzden sizə şəxsən ayıb olsun deyirəm.